Heydər Əliyev Fondu daha bir əlilliyi olan gəncimizin yaradıcı potensialının inkişafına dəstək göstərib. Fondun layihəsi çərçivəsində istedadlı müğənni orqanizmin funksiyalarının 61-80% pozulmasına görə ikinci dərəcəli gözdən əlilliyi olan Səməd Novruzov bu il avqust ayının sonundan noyabrın əvvəlinədək İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib. Bu proqram çərçivəsində Belcanto vokal məktəbini inkişaf etdirdim. Yeni nələrsə öyrəndim, yeni bir bacarıqlar öyrəndim. Az da olsa koloratura texnikasından biraz işlədik müəllimə ilə. Və mənim vokal texnikasından müəlliməm məşhur İtalyan müğənnisi Susanna Rigacci oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təmsilçisi olan Səməd Novruzov səs imkanları və vokal texnikası ilə Akademiyanın pedaqoji heyətinin diqqətini cəlb edib. Bu təhsil ocağının tarixində ilk dəfə olaraq ifaçı İtaliyanın tarixi memarlıq binası Santo Stefano al Ponte muzeyində 2 dəfə konsert proqramı ilə çıxış edib. O, İtaliyanın tanınmış opera müğənnisi Chiara Panacci ilə eyni səhnəni paylaşaraq solo və duet şəklində İtalyan bəstəkarlarının əsərlərindən klassik ariyaları səsləndirib. Akademiyanın digər tələbələri ilə birlikdə Hesabat konsertində də yüksək peşəkarlıq və istedad nümayiş etdirib. Uşaq yaşlarından musiqiyə həvəsi ilə seçilən Səməd Novruzov hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsidir. O, 2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənc ifaçıların 4-cü Respublika müsabiqəsinin qalibi olub. Həmçinin ötən dövrdə bir sıra Respublika və beynəlxalq yarışlarda, müsabiqələrdə dəfələrlə uğurla çıxış edərək laureat adını qazanıb. COP29 çərçivəsində Yaşıl Zonanın İncəsənət pavilyonunda İnklüzivlik günü ilə əlaqədar Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim edilən tədbirin bədii hissəsində də öz çıxışı ilə fərqlənib. Səməd Novruzov 2024-cü ildən mərkəzdə təlimçi vəzifəsində çalışır və mərkəzin konsert proqramlarında, müxtəlif tədbir və layihələrində fəal iştirak edir.